Hər kəsə salamlar. Arıqladığım müddətdə bir gündə nələr yeyirəm, onları göstərəcəyəm. Bu səhər yeməyimdir. 1 ədəd xiyar var, 2 yumurta, biraz ağ pendir, biraz Holland pendiri. Bunları isə özüm bişirmişəm. Sağlam çörəkdir, içində un yoxdur. Tvarok, gerkules və yumurtadan ibarətdir. Onun da reseptini bir dəfə çəkib paylaşaram. Belə. Özümə günorta yeməyinə kabaçkidən lazanya hazırladım. Ətini standart hazırladım. Yəni lazanyanın əti kimi hazırladım. Soğan, qiymə, kök, pomidor bunları qovurdum. 1 qaşıq tomat pastası əlavə etdim. Duz, istiot və 1 qaşıq da qaymaq əlavə elədim. Çünki beşamel sos istifadə eləmədim. Tərkibində un olduğu üçün. Üzərinə də belə az miqdarda Holland pendiri əlavə etdim. Ürəyim şirin bir şeyler istədi. Mən də belə bir chia puding kimi bir şey elədim. Chia ilə qatığı qatışdırdım, şişdi. Biraz belə gilə meyvəm var idi, az idi. Onu pişirdim, əlavə etdim. Bir də belə bir müsli almışdım. Meyvəli. Biraz da ondan əlavə etdim. Bu da belə qəşəng dadlı olur. Şirniyyat istəyini bastırır. Yanına da belə bol köpüklü dibek qəhvəsi içəcəm.